Paytaxt Tbilisidə Azərbaycanın Milli Dirçəliş gününə həsr olunmuş konsert təşkil olunub. Tədbir Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Xırdalan Musiqi Məktəbinin birgə təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub. Muzeyin direktoru Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, konsertin təşkilində məqsəd mədəniyyətimizi, incəsənətimizi və musiqimizi təbliğ etmək, eyni zamanda Azərbaycan-Gürcüstan mədəni əlaqələrini daha da möhkəmləndirməkdir. Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə çıxışında qeyd edib ki, Konstitusiya və Suverenlik ili çərçivəsində Gürcüstanda şanlı zəfərimizin 5 illik yubileyi bayraq günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Hacızadə 2020-ci ildə parlaq qələbənin əldə olunmasında Gürcüstanda yaşayan soydaşlarımızın rolunu xüsusi qeyd edib. Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan Respublikasının Konstitusiya və Suverenlik ili çərçivəsində Azərbaycan Dirçəliş günü qeyd olunur və həmin burada bugün Azərbaycan Gürcüstandakı səfirinin dəstəyi ilə Axundov Muzeyində gözəl bir konsert təşkil elədik. Xırdalan Musiqi Məktəbinin iştirakı ilə və belə bir konsertlərin tez-tez olması bizim üçün çox vacibdir. Çünki Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti unudulmamalıdır və tanıdılmalıdır və biz bunun üçün hər zaman əlimizdən gələni edəcəyik. Biz bugün burada deməli bu Tbilisidə yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti ilə Tbilisidə səfərdəyik, məktəb kollektivi ilə. Ümumiyyətlə, biz uzun illərdir ki, artıq bu muzey ilə əməkdaşlıq edirik. Burada keçirilən istər tarixi əhəmiyyətli günlərdə, istər müəyyən tədbirlərdə dəvət vasitəsilə gəlirik, yəni konsert proqramları ilə burada çıxışlar edirik. Sonra məktəbin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib. Onların ifa etdikləri xalq və bəstəkar mahnıları, milli rəqslərimiz tamaşaçılara xoş ovqat bəxş edib.